Salam əziz abituriyentlər. Bugünkü videomuzda ixtisas seçimi haqqında danışacağıq. Videomuza keçməzdən əvvəl bildirmək istəyirik ki, ixtisas seçimi haqqında tövsiyələr almaq üçün və ixtisas seçiminizi bizimlə daha dəqiq formalı etmək üçün Optimal Tədris Mərkəzi Instagram hesabımıza girərək, daxil olaraq əlavə məlumatlar ala və ixtisas seçimi üçün 070 740 28 18 WhatsApp nömrəmizlə bizimlə əlaqə saxlaya bilərsiniz. Bugünkü videomuzda sizə ixtisas seçiminə tövsiyələr edəcək. Bilirik ki, abituriyentlər imtahanlarını veriblər. Bu il üstümüzə götürək ki, nə qədər asan olsa da, nə qədər digər illərə nisbətən imtahan səviyyəsi asan olsa da, imtahana girdikdə bu hər bir tələbədə, hər bir uşaqda öz təsirini göstərir. İmtahan həyəcanı, imtahan stresi. Buna görə də ballar aşağı və yuxarı ola bilərlər. Yəni bu normal aşağı bal toplamaqda və yuxarı bal toplamaqda. Hər iki ehtimalda hər bal aralığı üçün sizə ixtisaslar seçmişik, sizin üçün ixtisaslar seçmişik. Bu ixtisasları öz ixtisas seçiminizə əlavə edə bilərsiniz. Birinci ixtisas hüquq ixtisasıdır. Hüquq ixtisası qanunvericilik, məhkəmə və hüquqi təhlil sahələrində fəaliyyət göstərən peşəkarların hazırlanmasını təmin edir. Bu ixtisasa yiyələndikdən sonra siz işləmə potensialınız o qədər də çox olmasa da, yəni iş yerlərinin sayı o qədər məhdud sayda olsa da, lakin bu ixtisas sizə yüksək nüfuz və etibar qazandıracaq. Həmçinin dövlət və özəl sektorda geniş iş imkanları var, lakin yenə də dediyimiz kimi rəqabət böyükdür. Əgər hüquq ixtisasını seçirsinizsə, bu ixtisasda oxuyursunuzsa, müəyyən nüanslara diqqət yetirərək oxumalısınız və ixtisası seçməmişdən qabaq bildirim ki, əgər hüquq ixtisasını seçirsinizsə, sizdə əzbərləmə qabiliyyəti yüksək səviyyədə olmalıdır. İkincisi də ki, kritik düşüncə qabiliyyəti də yüksək səviyyədə olmalıdır. İkinci ixtisas hər kəsin bildiyi bir ixtisasdır. Yəni çox zaten ikinci qrupa gedən bir çox şagird qarşısına məqsəd qoyur ki, mən maliyyəçi olmaq istəyirəm. İkinci ixtisasımız maliyyə ixtisasıdır. Maliyyə ixtisası pul vəsaitlərinin idarə olunması, investisiya, bank işi və audit kimi sahələri əhatə edir. Yəni demək olar ki, bu sahələrin başında yer alır. Və üstünlükləriniz nədən ibarət olacaq əgər bu ixtisasda oxumağa başlasanız? Bank, sığorta, audit və vergi orqanlarında iş imkanı. Həmçinin bu ixtisasda oxumursunuzsa, yəni bu ixtisası seçirsinizsə, siz AQQA sertifikatını əldə etməlisiniz. Yəni bu karyer artımınızda böyük bir xeyri olacaq. Buna görə də əgər siz balınız 550-dən çox, 550-dən çox bir baldırsa, məsləhət görərdik ki, maliyyə ixtisasınızı öz ixtisas seçimləriniz arasında ilk üçlüyə qoyasınız. Yəni təbii ki, hüquq ixtisası üçüncü qruplar üçün idi, maliyyə ixtisası isə ikinci qruplar üçün əsl ən gözəl seçimlərdən biridir. İkinci də ki, hər kəsin bildiyi kimi, yəni ixtisasların başıdır demək olar, şahıdır iqtisadiyyat ixtisası. İqtisadiyyat ixtisası da ikinci qrupun ən öndə gedən ixtisaslarından biridir. İqtisadiyyat istehsal, bölgü və istehlak proseslərinin nəzəri və praktiki təhlilini öyrənən bir ixtisasdır. Bu ixtisasın üstünlükləri ondan ibarətdir ki, strateji düşüncə bacarıqlarına sahib olursunuz, dövlət planlaşdırma qurumlarında iş imkanlarınız olur və tədqiqat, analitik sahələrə çıxışınız olur. Daha doğrusu siz bu ixtisasda oxumaq, təhsil alırsınızsa və oxumaq istəyirsinizsə, strateji düşüncə bacarıqlarınızı inkişaf etdirməlisiniz. İxtisasa qəbul oldunuz və ixtisas üzrə çalışmaq istəyirsinizsə, ilk olaraq strateji düşüncə bacarıqlarınızı inkişaf etdirməlisiniz. Dördüncü olaraq ikinci qrupdan gedirik, marketinq ixtisası. Marketinq ixtisası məhsul və xidmətlərin bazara təqdim olunması, həmçinin istehlakçı ehtiyacların ödənilməsi və öyrənilməsi, həmçinin reklam sahələrini əhatə edir. Deməli, istehlakçının ehtiyaclarının öyrənilməsini və ödənilməsini, həmçinin reklam sahələrini əhatə edir marketinq ixtisası. Marketinq ixtisası 300-400 aralığı bal toplayan tələbələr üçün ən ideal ixtisaslardan biridir. Daha doğrusu bu ödənişsiz üsuludur. Ödənişli üsulu 200-300 arası. Yəni 250 bal yığmısınızsa, ödənişli şəkildə marketinq ixtisasında oxuya bilərsiniz. Beşinci deyəcəyimiz ixtisas sosial iş ixtisasıdır.
ixtisasdır. Bu da 3-cü qruplara aid bir ixtisasdır. Sosial iş ixtisası cəmiyyətin həssas qruplarına dəstək, sosial xidmətlərin təşkili və sosial müdafiə mexanizmləri ilə bağlıdır. Bu ixtisasın üstünlükləri ondan ibarətdir ki, dövlət sosial xidmətlərində sizin iş imkanlarınız olacaq. Həm də sosial iş ixtisası digər ixtisaslardan fərqli olaraq daha az ə, əlavə sertifikat və başqa sənədlər tələb edir ki, işə girərkən onları təqdim edəsiniz. Burada daha çox sizin daxili bacarıqlarınız daha geniş olmalıdır. Altıncısı informasiya texnologiyalarıdır. IT ixtisası proqramlaşdırma, kompüter sistemləri, şəbəkələr və kiber təhlükəsizlik kimi sahələri əhatə etməkdədir. Üstünlüklər bu ixtisas ən geniş əmək haqqına, ən yüksək əmək haqqına malik olan Azərbaycandakı deyərdim ki, top 4 peşədən biridir IT, sahədən biridir. Burada yüksək əmək haqqı mövcuddur. Bunu qeyd edək ki, yəni o dərəcədə asan bir ixtisas da deyil. Uzaqdan işləmə imkanınız var bu ixtisasda digərlərindən fərqli olaraq və sürətlə inkişaf edən beynəlxalq karyera şansı olan bir sahədir. Yəni bu sahəni seçirsinizsə, sizin burada inkişafınız çalışqan birisinizsə %90% geniş aspekti əhatə edəcək. Yəni sizə bunu 100% tövsiyə görərdim ki, əgər 550-600-ə yaxın bal yığmısınızsa, yəni birinci qrupa gedirsinizsə, bu balı yığmısınızsa, IT ixtisasını mütləq öz ixtisas seçiminiz arasına daxil etməlisiniz. Pullu və ya pulsuz fərqi yoxdur, diplomda bir fərq olmur. Əsas odur ki, sizin ixtisasınız ürəyinizcə olsun. Neft-qaz mühəndisliyi. Neft-qaz mühəndisliyi yenə birinci qruplar üçün mükəmməl bir ixtisasdır. Neft və qaz ehtiyatlarının axtarışı, çıxarılması və emalı üzrə mütəxəssislər yetişdirir bu ixtisas. Həqiqətən ölkə üçün çox yararlı bir ixtisas olar. Belə ki, Azərbaycan da elə neft ölkəsidir. Neft-qaz mühəndislərinin sayı çoxaldıqca ölkənin də bir o qədər perspektivli inkişafı artmış olar, inkişaf potensialı yüksəlmiş olar. Bu ixtisasda da IT ixtisası kimi yüksək maaşlı beynəlxalq iş imkanları mövcuddur. Strateji enerji sektorunda peşəkar karyeraya sahib olacaqsınız. Həmçinin iş yerləri olaraq dövlət və özəl enerji şirkətlərində də bu ixtisasa tələblər mövcuddur. 8-ci ixtisas bir qədər müəmmalı ixtisasdır. Bəziləri deyirdi ki, bu ixtisas bitəcək, bəziləri bu ixtisası bəziləri isə bu ixtisası inkişaf yönlü bir ixtisas kimi görürdülər, inkişafda olan bir ixtisas kimi görürlər. Mən də düşünürəm ki, sizə seçim olaraq bildirirəm ki, bu ixtisas seçiminiz arasına ən axırlarda olsa əlavə edin. Çünki nə qədər də olsa, nə qədər texnologiyalar inkişaf etsə də mühasibat, uçotu və audit ixtisasına sahib olan bir şəxs, bir insana hər müəssisənin ehtiyacı olur. Ancaq bildirim ki, günümüz texnologiyanın artması səbəbilə bu ixtisas üçün iş yerləri sayı azala bilər. Ancaq bu demək deyil ki, bu ixtisasa tələb sıfır səviyyəsindədir. Mühasibə proqramlarında işləmək bacarığınız olmalıdır. Hər şirkətdə ehtiyac duyulan bir ixtisasdır. Beynəlxalq standartlara, peşəkar inkişafa meyilli olmalısınız. Sizin ixtisasınız üçün bu sizin gələcək işiniz üçün daha əlverişli olar. Deyərdim ki, AQQA sertifikatı. Bundan sonra bildirmək istəyirəm pedaqogika və təhsil ixtisasları. Bu yönümlü ixtisaslar. Pedaqogika və təhsil yönümlü ixtisaslar. Pedaqogika uşaqların və gənclərin inkişafı, təlim tərbiyəsi ilə məşğul olur. Yəni bu ixtisaslar bir çoxları tərəfindən bəyənilir. Yəni deyərdim ki, çox tələbə bu ixtisası meyl edir. Hətta bu ixtisası bal toplamamışdan qabaq istəyənlər də var. Çünki stabil işdir, dövlət və özəl məktəblərdə də demək olar hər yerdə bu ixtisasa malik olan şəxslərə ehtiyac duyulur, vətəndaşlara ehtiyac duyulur. Bu ixtisas həmçinin Azərbaycan cəmiyyətinə böyük töhfə vermək potensialına malikdir. Yəni ixtisasınızda ümumiyyətlə bütün ixtisaslarda özünüzü inkişaf etdirsəniz, sizin potensialınız, işləmə potensialınız daha yüksək olacaq. Yəni maaş da bir o qədər yüksək olacaq. Bir sonraki ixtisasımız isə indi bir çoxları bəlkə də o bala çatmayıb, 4-cü qrupa məxsus ixtisasdır. 4-cü qruplar buradan izləyirsə,
Əgər yüksək bala malikdirsə, 600 plus bala malikdirsə, tibb ixtisasını seçə bilərlər. 550-600 plus bal lazımdır bu ixtisası əlavə etmək üçün və əlbəttə ki, siz bu bal aralığındasınızsa, bu ixtisasda mütləq yazın. Tibb sahəsində fəaliyyət göstərmək üçün insan sağlamlığının qorunması və müalicəsi üzrə fundamental biliklər verilir bu ixtisasda. Bu ixtisasın üstünlükləri yüksək sosial statusa malik olursunuz, daimi tələb və iş imkanlarınız olur, hətta deyərdim ki, öz işinizi qurursunuz, uzunmüddətli və dəyərli karyeranız olur. Əlbəttə ki, Azərbaycanda həkimlərə yüksək dəyər verilir. Bunu da vurğulayaq. Siz əgər 4-cü qrupda oxuyursunuzsa və tibbə marağınız varsa, mütləq tibb ixtisasını, tibb yönümlü bu sahədəki ixtisasları əlavə edin. Yəni balınız uyğun gəlirsə ki. Çünki bəzi tələbələr o yüksək bal toplayır, ancaq qıraqda qalır. Videomuz bu qədər idi. İxtisas seçimi üçün bir daha vurğulayırıq. Optimal Tədris Mərkəzi 070 742 28 08 WhatsApp nömrəmizə müraciət edə bilərsiniz. Bu qədər uşaqlar, sizə uğurlar arzulayıram. Öz fikirlərinizi şərhlərdə bildirməyi unutmayın. Sonrakı videolar sizin şərhləriniz əsasında qeydə alınacaq.